Dostlar salam, xoş gördük Foodcast layihəmizin bu həftəyə olan artıq bir neçənci buraxılışıdır. Çünki həmkarlarım Ziya və Rafael Qarabağın Atletik Bilbao səfərindən dərhal sonra həm də öncə verilişlərdə oldular həftə ərzində və həmin maçı müzakirə etmişdilər və biz də bu dəfə artıq bir veriliş formatında, canlı yox, yayım formatında biz sizə bu gün də biraz daha isti yox, daha soyuq başdan bu oyunu analiz edəcəyik, həmin durumları, orada hansı məqamlar önə çıxmışdı və bu gün mənlə studiyada Zaur Səmədovdur. Zaur, xoş gördük. Zauru mən belə təqdim eləyəcəm. Zaur da futbolun içində olan adamdır. Futsal komandasında bir aşağı liqalarda, kubokda uğur qazanmış bir futbol həm məşqçi, həm də oyunçu kimi deyim də Zaur. Həm də bir futbolçu valideynidir, futbolçu atasıdır. İsa Səmədov bizim də YouTube kanalımızda, Foodcast kanalımızda o uşaq haqqında, belə deyək, İsa haqqında bir sujet yayımlanmışdı qısa bir müddət əvvəl. İspaniyada oynayır, sabah 12-lərdə 13 yaşlarda çempion olmuşdu. Daha sonra İspaniyaya yola düşdü və indi Prat komandasında 15. Düzdür? Hə. Bizi indi izləyin, çünki biz həm də İspan futbolunda niyə inkişaf var, niyə İspan futbolundan illər ərzində artıq potensiallar çıxır, uşaqlar yetişir. Düzdür, müqayisə biraz yersiz ola bilər, amma bir model kimi Azərbaycan futboluna nəyi tətbiq edə bilərik? Çünki Zaur özü də İspaniyada olub, müxtəlif akademiyalarda, müxtəlif məşqçilərlə söhbət olub, həmsöhbət olub və o daha detallı bilir. Bəlkə də futbol adamlarından daha çox bilir, çünki real olaraq illər ərzində orada da gedir, gəlir və bu işin içindədir. Zaur, bir daha xoş gördük. Xoş gördük. Yəni verilişiniz uğurlu olsun. Çox sağ ol, çox sağ ol. Belə verilişlərin yayımlanması bizim üçün də, ölkə üçün də, bütün futbol ictimaiyyəti üçün xoşdur. Çox sağ ol, çox sağ ol. Müzakirələr olmalıdır. Futbolun inkişafının bir yolu da budur. Yəni istəyir tənqid olsun, istəyir obyektiv yanaşma hər şeydən önəmlidir. Çox sağ ol, Zaur, çox sağ ol və tam rahat ola bilərsən, çünki biz YouTube üzərindən və bizi izləyənlər də həmişə istər canlı yayım, istər belə kommentlər üzərindən biz görürük ki, fikirlər olur, falan mövzu çox rahat bir şəkildə və elə Zaur bir növ səni də niyə dəvət elədik? Bundan sonra da səni qədərdə olması, bəlkə də bir qədər futbolla içində olmasa da, amma futbolu dərindən bilən izləyicilər olur, hansı ki yazırlar və biz bilirik ki, razılaşırıq fikirlərlə və yaxud müzakirə edirik. Onların da bir növ bundan sonra şans verməyə çalışacağıq ki, bizlə gəlsinlər, vaxt tapdıqca, təbii ki, hamının, hər kəsin işi gücü olur, amma vaxt tapdıqca gəlsinlər bizimlə bu studiyada yazı üzərindən yox, real söhbət eləsinlər. Keçək Qarabağ, artıq bir qədər giriş biraz uzun oldu. Keçək Qarabağ. Zaur, Atletik Bilbao ilə bir Azərbaycanda bu son bir ayda Kopenhagen və Benfica. Oyunlardan sonra Benfica Kopenhagen. Oyunlardan sonra bir Azərbaycanda bir dalğa yarandı ki, Qarabağ Sanmamesdən də xalla qayıdacaq. Mənim 2 ay əvvəlki püşkatmadan öncəki, sonrakı daha doğrusu fikrimdən odur ki, Sanmamesdən biz bir xalla qayıda bilərik. Çünki mən Bilbao'nun oyunlarında bəzən şərtdə də olmuşam zamanında. Oyunu alınmayanda və yaxud oynamaq istəməyəndə bu komanda, yəni misal üçün Elçə ilə son turda heç şey elədilər, amma Elçə indi son zamanlar pis deyil. Amma o tip aşağı səviyyəli komandalarla bərabərliyə qala bilər və yaxud məğlub ola bilər. Mən fikirləşmişdim ki, Qarabağ normal oynasa bir xal ala bilər. Amma oyun yaxınlaşdıqca əksinə, kütlənin əksinə fikirləşirdim ki, yox, Qarabağ Bilbao çöküşdə idi və qalxmaq üçün kiminsə üzərində partlamalıdır. Və elə Qarabağ onlar üçün bəlkə də ideal komanda idi oyun üslubu baxımından və gəldilər 3-1 və 3-1-dən əlavə də bir neçə böyük epizodlar oldu. Nə fikirləşirsən ümumi oyun haqqında? Niyə görə Qarabağ, niyə və uduzdu? Taktik olaraqmı, məşqçi seçimlərindəmi, yoxsa fərqi yoxdur orada? Kimsə dəyişikliklər olsaydı belə Qarabağ yenə də məğlub olacaqdı. Bu bir balaca həm azarkeş yanaşması kimi subyektiv, qeyri-professional yanaşma ola bilər, yerə gələ bilər. Biz ilk öncə hər birimiz Qarabağa təşəkkür eləməliyik. Yəni ölkə futbolunu böyük miqyasda ən vacib olan bir turnirdə bu cürlə təmsil etməkləri. Yəni bu Qarabağ bu aylar ərzində, son bir ay ərzində Avropa medyasında bir partlayış eləyib. Çünki İngiltərə, Avropa, bütün İspaniyanın özü hər kəs üçün Qarabağı yaxşı, çətin olacaq bir klub kimi tanıyır ki, yəni bu klub çətində hətta bir nüans deyim, əvvəllər bir 3 il, 4 il bundan qabaq Qarabağ Tottenham oyunu var idi, Tottenham meydanında. Bizim dostlardan biri Norveçdə yaşayır, o İngilis məhəlləsində yaşayır, belə deyək. Onlar 3 nəfər Azərbaycanlı gediblər Tottenham Qarabağ oyunda, orada da Qarabağ ilk qolu Qarabağ vurmuşdu, o da oyunda 3-1 qutarmışdı. Yəni bunlar üçü sevinirlər, İngilislər sönür baxır, deyirlər, bəs Qarabağ kimdir? Bunlara tanıda bilmirlər ki, Qarabağ Azərbaycan klubudur.
Turkish. Bir neçə ilk oyunu qarşılaşdırma. Turkiy deyib keçib gediblər də. Yəni bu yaxınlarda mən həmin o Norveçdə olan dostla danışanda o mənə dedi ki, burada ingilislər Chelsea azarkeşləri deyirlər Qarabağı orada məğlub edib gəlsə çox böyükdür. Artıq hamı Qarabağı tanıyır. Bu baxımdan yəni Qurban Qurbanova və onun yetirmələrinə, bütün ümumiyyətlə Qarabağ rəhbərinə hamısına təşəkkür etmək lazımdır. Böyük işlər bacarır. Bu öz yerində, bu düzdür. Bu öz yerində. Amma Atletik Bilbao oyununa yanaşmada belə deyək, yəni hamı, yəni məncə bu fikirdə olar ki, yəni bu zədəlilər qayıtmasaydı, Bilbao'nun zədəlləri, 5 zədələsi qayıtmasaydı, milli araya girməsəydi, yəni bu zədəlilər qayıtmasaydı, hər şey başqa cür ola bilərdi. Bəziləri deyə bilər ki, Nico Williams qardaşları neynədir ki? Biri zədələndi, amma biri zədələndi, neynədir ki? Amma elə deyil. Baxsaq oyuna, onlar birinci taymda çox böyük çətinliklər yaşatdılar. İstər Mateyuşa, istər Elvin Zəfərquliyevə. Skameyka deyək də, futbol dilində deyək. Skameykaları tam hazır idi ki, çıxıb işi həll eləsinlər. Yəni bizim Skameyka onların Skameykasından zəif olduğuna görə. Zəif və müqayisəsiz olduğuna. Müqayisəsiz olduğuna görə, yəni o məsələni elə həll eləyə bildilər, bacardılar. Yəni artıq yəni ilk hissələrdə cərimə meydançasının qarşısından zərbəyə imkan verməyən Qarabağ artıq ikinci hissədə çox zərbələr, boşluqlar çox idi. O da yorğunluqla fiziki mübarizə ilə əlaqəli bir məsələdir. Heyətlərə baxanda Yankoviçin olmamağı çox böyük təsir göstərir. Çünki Yankoviç ilk hissədə olsaydı Qarabağ bu qədər yorulmazdı deyək. Həm də Yankoviç olanda Qarabağ topa çox sahib olur. Topa çox sahib olur. Bikayo da yəni son dövrdə yaxşı idi, amma bu dünənki oyunda yəni Bilbao maçda heç də yəni belə də zəif tərəflərdən özünü göstərmiş oldu. Amma düzdür, həmişə önə çıxmır. Bikayo qara iş görən adamdır da. Yəni amma onu həftənin heyətinə düşür, ən yaxşı oyunçu. Biz yəni detallarla baxanda, belə oturub oyuna baxanda qol vuran adətən gözə girir və yaxud gözə ötürmə verən girir, amma qara işlər görən çox zaman girmir. Amma Bikayo zəif bənd kimi gözə çarpa bilərdi, ona görə əvəzlənmə məsələsi və Yankoviçin də tam gücü ilə deyil. Çünki Yankoviç zadədən sağaldı, amma onun oynayıb oynamayacağı da bilinmirdi. Çünki məşqdə yenə də zədələnmişdi. Yüngül zədəsi var idi. Bax ona görə tam bir var idmançını itirəsən 3-4 aylıq, bir də var ki saxlayırsan ehtiyatla ki, o baxımdan. Razıyam, amma Yankoviçin olmamağı yəni çox böyük təsir elədi. Xüsusən də ilk hissədə olmamağı, yəni start heyətdə çıxmamağı onu göstərdi ki, yəni Yankoviçsiz komanda çox top saxlaya bilmir. Düzdür, baskılı oynaya bilirik, bəzi dəqiqələrdə 5-10 dəqiqə baskılı oynaya bilirik, amma top saxlamaq cəhətdən problemlər yaşadıq. Əlaqə olmur da. Əlaqə olmur, bəli, problemlər yaşadıq və belə komandalar, belə Qurban Qurbanovun özünün də bildirdiyi kimi çox dinamik komandadır. Belə dinamik komandalara qarşı məcburən ikinci nömrə kimi oynamalısan. İkinci nömrə kimi də oynamaq üçün, yəni sənin güclü 9 nömrən olmalıdır, hücumçun olmalıdır, sürətli hücumlara çıxmaq üçün. Yəni bu elə bir Qarabağın nümunəsində də Reynaldo oyun göstərmək olar, Juninho oyun göstərmək olar ki, bu oyunçulardan istədiyi hədəfə çatıblar. Yəni Bayer Leverkusen oyunlarını göstərmək, Braga oyunlarını göstərmək olar ki, çox böyük işə həll edirlər. Yəni dünənləri Nəriman 70 dəqiqə ərzində nə elədiyini, kimə nə deyər? 7 dəfə yıxıldı yerə. 7 dəfə mübarizə, bir 6-7 mübarizədə başına dəydi, yıxıldı yerə. Öz Azərbaycan futbolçumuz da adam yəni yox, biz bilirik, başa düşürəm. Demək istəmir heç nə, yəni düzdür, cavandır, potensial var, amma sadəcə o Çempionlar Liqası oyunlarına hazır deyil. Bir dəqiqə, elə cavan dedim. Bir dənə baxmaq istəyirəm ki, Nikonun yaşı 23 idi. Obrisi Williamsa bax indi sən Niko ilə müqayisə eləmə də. Yox, mən ona baxmaq istəmirəm. Yaş olaraq Iñaki heç yaşlı idi. Mən onun yəni 21 dediyin, 21-22 yaşlı Nəriman. Bu da 23 yaşlı. Mən demək istəyirəm ki, yəni bu biz Niko Williams'ı bu il tanımamışıq axı. Biz onu 3-4 il əvvəldən artıq tanıyırıq da. Bu 19-18 10 yaşından artıq tanınır da. Deməyim istədiyim odur ki, biz Nərimandan söhbət getmir. Heç bir halda mən yenə deyirəm, elə oyunlar olub ki, Nəriman artırıb, yaxşı komandanın əsas bir hissəsi olub. İndi dünən alınmadı da.
mən yenə deyirəm, Nəriman olmasaydı, güya orada kimsə olsaydı, başqa bir futbolcu, lap Juninho olsaydı deyirsən də taktik olaraq. Amma yenə də məncə alınmayacaqdı. Bilbao bu tip komandalara qarşı Qarabağ mərkəzdə oynamağa qoymayan, temp verən, daim pressing eləyən, yəni göz açmağa imkan verməyən komandalara qarşı çətin olur. Qarabağ çıxa bilir. Benfica necə başladı Qarabağla? Eyni də, yəni biraz aşağı yuxarı fərq var idi. 15 dəqiqədə 2 qol və hələ 3-cü də gəlirdi dalıcan. O qırılma nöqtəsi oldu. Vurmadı. Medina'nın müdaxiləsi var idi orada. Ondan sonra Qarabağ biraz toparlandı. Mənə elə gəlir ki, bu oyunda Bilbao məşqçisi Valverde biraz Fransanın keçmiş Terran'ın sözlərinə də biraz qulaq asıb. Qulaq asıb. Az sözləri o çox danışdı Qarabağ. O demişdi ki, yəni Qarabağ udmaq üçün ən əsas birinci cinahların güclü olmalıdır. Cinahlar, çünki Qarabağda cinahlar qoşuldusa, yəni böyük klub olmalısan ki, o cinahlar qoşulanda onların qarşısını ala biləsən. Və belə görünür ki, Valverde o sözlərə qulaq asıb və cinahları birinci hissədə güclü eləyib, ikinci hissədə dəyişiklik eləməklə hədəfinə çatdı, məqsədinə çatdı. Yəni sadəcə olaraq yəni mən bir mənalı olaraq öz subyektiv fikrimdir ki, yəni Skamekanın güclü olmaması bu və Bilbao'nun Skameykasının güclü olması bu oyunda çox böyük iş gördü. Yəni çünki ikinci hissədə bu açıq-aşkar görünürdü. Hətta birinci hissədə də belə, birinci hissədə çox vəziyyətli gol vəziyyətləri yaratdılar. İndi adlara indi oyuna baxa bilərik. Yəni amma adlar bəzən yaddan çıxır. Təkrar xatırlamaq üçün baxıram ki, kimlər daxil olur da. Berengerdir, Ruiz de Galaratadır, Navarro qol vurdu, bu heç, Vesca. Bunların hamısı mən zamanında İspaniya çempionatı şərh eləmişəm və bunların hamısını da yəni son bir neçə ildə oynayan stabil oyunçulardır, Berengerdən tutmuş digərlərinə qədər. Onların yeni daxil olduğu oyunçular da, yəni əsas heyət oyunçuları. Yəni tam demək olar ki, qayıtmışdılar. Tam partlamağa hazır Bilbao idi Qarabağın qarşısında. Bəxt gətirmədi ki, yəni ora düşdü də, o ərəfəyə düşdü ki, İspaniya çempionatı demişkən o çempionatlara da müqayisə olunmaz dərəcədə. Yox, ona yaxın dayanmır məsələn. Onlar hər həftə təzyiq görürlər. Hər bir komanda bir-biri ilə oynayanda təzyiq görürlər. Bizdə ildə 4 dəfə Qarabağa təzyiq görürsə, heç inanmıram da, yəni. Sərtlik görürlər, təzyiq görürlər. Hə, sərt oyun görürlər, təzyiq. Adicə bir misal basketbolda, indi mən dünən yox idim, uşaqlar da demişdi ki, Abşeron Lions komandasının Avrokubok oyunu var idi. Orada nəyə baxıram, 2 oyunu oynamışıq Avrokuboklarda. Nəticə nə çıxardan, niyə məğlub oluruq? Adamlar büdcələrinə uyğun hər il oynayırlar. Elə bir futbol dilində desək, konfrans liqası, FIBA Avropa liqası, Avropa kuboku. Burada da konfrans liqası ilə müqayisə apara bilərik. Adamlar qalxmır yuxarı, çünki yuxarı qalxmaq üçün yaxşı pul lazımdır və orada büdcəyə uyğun FIBA Avropa kubokunda oynayırlar. İstər bir travel support, istər kalif. Nə deməsəm, baxıram ki, bu komandalar komanda oynuyordu və bunlar bir-birinə neçə ildə oynayırlar və bir-birini başa düşürlər və çox sərt komandalardır. Yəni Avropada oynadıqlarına görə artıq Avropa öz ölkə çempionatından çıxırlar. Ola bilər ki, Estoniyada yüngül rəqabət keçsin, amma gəlirlər Avropada sərt oyuna uyğunlaşırlar və bu komandalar gəlir orada bizim kimi Amerikalı olan basketbolçuların üzərində qələbə qazanır. Hansı ki, onların heyətində bəlkə Amerikalı yox. Niyə? Çünki təcrübə böyük rol oynayır, çünki sərtlik böyük rol oynayır, fiziki durum, stabillik böyük rol oynayır. Qarabağda o stabillik var. Biz Qarabağa demirik ki, təcrübə ilə o sözü işlətmirik. İndi yersiz o sözü işlətmək. O təcrübəsini yığıb. Qarabağ hədəfi planka deyirlər. Plankanı böyüdüb, çempion liqası oynayır və buradan çıxmaq üçün oynayır və hədəflərimiz 6 xal, 2 oyuna heç kim gözləmirdi. 3 xal gözləyirdik Kopenhagendən, amma Benficanı 1 xal bəlkə də xəyal edə bilərdik. 3 xal gəldi. Düzdür, bundan sonra çətindir. İndi Bilbao-la bax məğlub olduq. Chelsea-dir. Chelsea ikinci heyətlə gəlir. Belə tək ayaqla belə gəlir oynayır, Talım Ajax'ı da məğlub eləyir. İngilislərlə çox çətindir. Çətindir. Yəni, İngilislərlə o tempə, o sürətə tab gətirmək biraz çətindir. İngilislərlə çətindir. Bu bizim nümunələrdə də var. Yəni biraz Azərbaycan komandaları əslində İtalyan klublarından daha uyğundur oynamaq. Bax Napoli fürsət sürprizi ola bilər. Napoli sürprizi ola bilər. Deyək Ajax yəni günü belə deyək bu il o qədər də köhnə illərdə olan Ajax'ı xatırlatmır, əvvəlki illərdə olan Ajax'ı xatırlatmır. Reytinqada qovulmasa yaxşıdır, qovulmasın. Bəli, Ajax üzərində xal ala bilərik, hətta xallar ala bilərik, 100 xal ala bilərik. Çoxu məsələn azarkeşlərin çoxu Bakıda keçiz Eintracht oyunundan nəsə gözləyir. Yəni amma Eintracht komandası da yəni mən Qalatasaray üzərində 5-1 qələbə əldə edir. Yəni oynayan oyuncular da hamısı, yəni o mənada ki, onlar da dinamik komandadır. Yəni texnikal komandadır, dinamik komandadır, hər an hücum eləməyə hazır komandadır. Onlarla da çətin olacaq, amma yenə deyirəm, bu Qarabağ yəni
məncə Bilbao məğlubiyyəti heç bir təsir eləməyəcək. Hə də, yəni onsuz da əvvəldən bəlkə də Yəni gözləmirdik. deyək ki, məsələn, bəzi azarkeşlər ümidsizliyə düşəcək ki, Qarabağ artıq uduza gedəcək. Yox, mənim fikrimcə Qarabağ hələ toparlanacaq, hələ bir 4 xal qazana bilər də. Azarkeşlərimizi sevindirəcək, yəni qrupdan əsas. Görək. Bax, indi detallara gələk. Həmişə öz aramızda biz söhbət eləyəndə Zaur və yaxud digər dostlarımızla Toral, Elvin müqayisəsi və yaxud Nəriman Musa və yaxud Nərimanla Musanın ümumiyyətlə bu komandada əslində start heyətində olmamağı lazım olduğunu müzakirələr gedir də, fərqlidir. Ola bilər mən fərqli düşünürəm, sən fərqli düşünəsən. Nə düşünürsən? Nəriman dünən yox idi və bu tək bir qarşılaşmada deyil. İndi sosial şəbəkələrdə müdafiə edilənlər var ki, niyə düşmüsüz, gəncdir falan. Başa düşürük. Yenə də deyirik, biz qazandıran nədir Azərbaycan futbolu ki, Azərbaycanlı futbolçu yaxşı oynasın. Və bu qədər bu komandanın içində pişib belə oyunlarda çox nadir hallarda üzə çıxmaq bir qədər yaxşı hal deyil. Ona görə hamı deyir ki, Nərimandan daha çoxunu gözləyirik. Yəni üst səviyyədə. Sənin gözləntin nə idi? Yəni Nərimandan bundan artığını, buna qədər elədiklərinin artığını gözləmək olarmı bir hücumçu kimi? Çünki özün də hücumda da oynamısan, bir həvəskar olsa da, yaxud futzalda bir peşəkar olsa da. Bir maraqlıdır mənə o futbolçunun stili sənin baxışında. Yəni gözləyə bilərikmi nəsə ondan artıq? Yəni gözləməliyikmi? Yəni bir məsələyə toxunaq da. Yəni bu Nəriman məsələsi tək bir oyunçunun üzərində hər bir şeyi, problemi həll etmək olmaz. Yəni aydın məsələdir. Hücumçunuz zəif çıxış elədi. Amma o demək deyil ki, yəni bu gələcəkdə bu potensial asılanmaz. Yəni Qurbanov və ölkə futbolunda bəlkə yox demək olar ki, hamıdan yaxşı bilir. Kimi potensial asılmaq olar? Kimə şans vermək olar, kimə şans vermək olmaz. Gözləmək olar əlbəttə ki, amma bu günləri reallıq odur ki, Nəriman Çempionlar Liqası oyunlarına hazır deyil. Bu günləri belədir. Yəni bu Bilbao idi. Sabah Liverpool'la oynayacaq. Chelsea var, Liverpool var, Ajax'ınız olsun. Chelsea var. Adi Fransa oyununa, Azərbaycan oyununa hamı baxdı. Yəni hamımız baxdıq, gördük. Mahir hücumdaydı. Normalda hücumda oynayan oyuncunu necə bağlayır müdafiəçilər? Bir oyuncu arxasında olur, bir oyuncu sığortalayır. Artıq bu 5 dəqiqədən sonra başa düşdülər ki, sığortaya ehtiyac yoxdur. İkinci oyuncunu göndərdilər pressingə. Sığortaya ehtiyac qalmadı. Yəni belə oynayacaq, yəni biz digər komandalara görə və komandalara qarşı belə oynayacaqsa, belə hücumçu oynayacaqsa olmaz. Əlbəttə ki, Azərbaycan çempionatı var, Azərbaycan kuboku var. Oynayıb, daha da inkişaf edib, növbəti illərdə əlbəttə ki, Nərimana ümid bəsləmək olar. Amma bu günləri yəni bizə hazır deyil. Bu gün hazır deyil. Musa ümumiyyətlə adını çəkmirəm. Ya bu gün hazır deyilik. Mən məsələn də Adayni Nərimanın yerində oynadıb, Adayni məsələn sağda oynadıb, Duranı yenə hücumda Benfica oyununda kimi hücumda oynatsaydık və Aday bildiyimiz kimi fiziki gücü var. O fizikanın birinci 70 dəqiqə məsələn Adayni oynadıb, 20 dəqiqə Nəriman oynasa daha effektiv olardı. İndi heyət qabağında da dünənki oyunda kimi startdan elə dediyin kimi Duranı atıb mərkəzə Adayni yoxsa yəni nə dəyişiklik eləmək olardı ki, yəni fərqli olsun. Yaxşı şey başa düşdüm. Məsələn, Leandronu yalançı 9 nömrə kimi, yəni gizlətmişdik hücumçu kimi. Yəni birinci dəqiqədə Atletik Bilbao'nun müdafiəçilərinin texniki səhv idi və istifadə elədi. Leandro ümumiyyətlə təslimat mərhələsindən bu günə kimi yəni çox gözəl futbol göstərir. 5 qol vurub deyəsən. 5 qol vurub, çox gözəl futbol da göstərir. Və unikal nəticəsi var ha. Avrokuboklarda 3 fərqli oyunda birinci dəqiqədə 2023 Kekənə vurdu, 25-in yanvarında FCSB-yə vurdu birinci dəqiqədə və dünən birinci dəqiqədə vurdu və tarixə düşdü. Yeganə Avropada. Yeganə oyunçudur ki, birinci dəqiqədə 3 fərqli Avrokubok oyununda fərqlənə bilib. Məsələn, Kadidən danışsaq, Kadi Ferencvaroşa və yaxud da başqa klublara transfer olanda cinah oyunçusu kimi transfer oldu. Bu günləri biz onu məcburən ortada oynadırıq. Hətta bəzən Yankovic onu dayaq və bu gün o effekti vermir. Yenə deyirəm, Skameyka zəif olduğuna görə yəni məcburən oynayır. Amma effektlidirmi? Yəni bu baxımdan. Skameykanın da zəif olması yay ərzində belə deyək də çox tənqidlər olundu O hücumun tənqidlərinin arasının kəsilməsi nəyə görə oldu? Özünü yaxşı göstərdilər, gəldilər
liqa mərhələsinə düşdülər və liqa mərhələsində də yaxşı oldular və artıq fikir dəyişdi ki, görürsüz Qurbanov bilirdi, hücumsuz da getmək olar. Bu nə bilim, bu City deyil, bu digər komanda deyil ki, hə oynayasan, amma sənin Çempionlar Liqası qalib olmaq lazım, onda Hollanda alıb gətirəsən, tam misal üçün da oynadasan. Bu o deyil. Bilirsən necədir? Bu məsələn tutaq ki, Qarabağ bütün oyunların hamısını uduzdu. Kim Qarabağa nə deyə bilər? Yox, heç kim. 6 xal qazanmış. Yox, biz indi Yəni bu günləri hamımız deyək ki, yox. Mütləq ki, qrupda hamı istəyir qrupdan çıxaq. əlbəttə. Hamı istəyir 20. Əslində mən də o tərəfdarıydım ki, hədəf nədir? Çempionlar Liqasının qalibi olmaq deyil ki, indiki halda. Hədəf nədir? Düşmək idi, düşdülər. Bəli. O büdcə ilə düşdülər. Montiela aldılar zədəli, nə bilim, Şeydayevi gətirdi, bir sığal çəkdi başına ki, gəl yenə də. Hə, yaxşılar. Amma inandırım sizə ki, o da yaxşı bir hala dönəcək. Şeydayev, hə, qısa müddətdə bir oyunda o gün gördüm. Yəni artıq işarətlər var idi. Bax belə də, yəni yenə də elə bil ki, bir necə deyim, bir sığınacaqdır da, yəni dəvət eləyib, bax zədəli futbolçuları dəvət elədi, Ramili tezdən qaytardı. Belə tam o Çempionlar Liqası atmosferində oynayan, Çempionlar Liqasında oynayan bir komanda yanaşmasını olmadı. Amma yenə də onunla belə 2 oyunda qələbə, yəni Benfica və Kopenhagen yenə də xallar yığılıb. İşin əslində dünənki günə qədər işin 70% görülmüşdü. Çünki cəmi 4 xal lazım idi. Bilbao indi bizim minusumuza sayılır. Bundan sonra da cəmi 4-5 xal bizim 24-dəyə bir tərz oradan girməyimizə gətirib çıxaracaq. Yəni onu da real olaraq gördüyüm yenə də deyirəm Ajax qarşılaşmasıdır və bəlkə Napoli sürpriz ola bilər. Napoli sürpriz. Bəlkə. Çünki İtalyan komandaları həm bookmaker oynamağı sevir, həm də ki bir də görsən oyunları alınmayanda. Bu həftə oynadılar. Oynadılar, hə, yaxşı oynadılar. Yaxşı oynadılar. Bax belə. Epizodlarda orada bir dənə də epizod var idi. İndi biz montajda qoyacaq Rafael yəqin ki. Penalti məsələsi baxdım da, orada toxunuş məncə var idi, müxtəlif rakurslardan. Toxunuş var idi, bəli. Ya orada yəni hakim belə deyək də verə də bilərdi, verməyə də bilər, amma böyük qism deyil ki, verməməli idi. Hətta sürtün toxunuş varsa vəssalam qaydalar onu deyir ki, bəli, qaydalar onu deyir verməməlidir. O hər şey. Hə, ona görə də rahat bir şəkildə vermədi. Və bir də bu epizod Hə. Və bir bu epizod indi siz də izləyirsiniz. Bax burada bütün qınanır bu epizod. Adayın ötürməsindən sonra Elvin epizod bitməmiş, bir də baxaq. Qarabağ Aday sadəcə ötürməni sürətli verir. Bax burada topa uğraya bilirlər. Adaya bax, sürətli ötürməsini verdi. Və burada artıq Elvinin üzü bu tərəfə. Orada Elvin Adaya sözünü deyir. Deyir, amma gecikir də. Daha doğrusu tez. Orada gözləmirdi ki, topu qapçı futbol deyib, bu Çempionlar Liqası deyib burada. Razıyam, amma orada Adayın yəni ən yaxşı variantı və Qarabağın da oyunu da elədir ki, o Elvini ötürmə Elvinə getməli idi. Elvin də onu gözləyirdi. Bildi, başa Elvin də onu gözləyirdi. Amma ona görə qabağa vurduğuna görə, yəni pas da çox. Adayda sürət var, hər şey var. Bir də biraz ötürmə də çox uğursuz olduğuna görə, yəni çönüb deyəndə, yəni aynı momentdə yanılıb. Bilirəm, futbolçu amma o peşəkarlıq biraz bir balaca orada Elvin, yəni epizod bitsin, tam olaraq bitsin, sonra çöndürəndə orada topu götürüb bəlkə də paraşüt bir zərbə vura bilər. Əslində mənim fikrimcə Elvin elə orada da gördü, yəni azarkeşlər də gördü ki, Adayın ayağından top çıxanda epizod bitmişdi. Hə, ona görə söylüyorum. Ya da futbolda sona qədər oynamaq lazımdır. Qarabağ yəni oyunla bağlı budur. Oyunda biz yenə dedim, taktiki olaraq çox şey danışmaq lazım deyil. Qarabağ bu tip komandalara qarşı çətinlik çəkir, bilir və nəticədə reallığı əks etdirir. Hətta bir neçə qol vurula bilərdi. Qarabağın qapısı qarşı. Kaşukun epizodu var idi, fərqlənmədi. Amma dedi bizim qapımızda da bir neçə belə komandalara qarşı ümumiyyətlə əlinə düşən maksimum vəziyyəti istifadə etmək. Maksimum Kaşuk idi, vura bilmədi. Kaşuk idi. Yəni Kaşuk da yaxşı vurmuşdu əslində. Hə. Yaxşı vurmuşdu. Şotlar da sadəcə zərbə o qədər güclü deyildi. Klassi idi, amma güclü deyildi. Klası var idi. Yəni o qapıçı da yəni qapını baxlamışdı. Bir variant var idi, onu da elədi. Yəni o da keçdi. Sadəcə məsələn birinci taymda, birinci hissədə Mateuszun bir vəziyyəti var idi. Yəni Leandro'nun pasından sonra qapıçının üzərinə vurduğu epizod o var idi. Bir neçə epizodda Nərmanın yenə açılmamaq var ki, yəni biraz gecikdi. Yəni hücum olan vaxtı tam dəqiq ofsaytda qalıb gözləməyi, yəni ofsaytdan çıxmamağı. Bəzi epizodlar var. Düzə məqamlar da sən izləyirsən görsən. Xıda məqamlar var. Belə epizodlarda yəni maksimum dəyərləndirmək lazımdır.
Zar İspaniya klubu ilə oynadıq. İndi həm də şansları dəyərləndirdik. Mənə bax, mən əvvəldə də qeyd etdim ki, sənin övladın İsa Səmədov Allah saxlasın, İspaniyada oynayır və artıq amin. İkinci ildir yoxsa ikinci il keçir də tam olaraq. Yox, üçüncü ilə keçdi. Üçüncü ilə keçdi ki, artıq Zaur özü də gedir, gəlir, İsa da gedir, gəlir və akademiyada da qaldı. Müxtəlif yol keçdi. Bax, İspaniyada sən özün ümumi söhbətlərdə danışmısan, amma istəyərdim bizi izləyənlər də bilsin ki, İspaniyada uşaq futbol sistemi necədir? Necədir ki, gəlir çıxır bir yaş kateqoriyasında rəqabətçi 6-7 bir cinahda oyunçu və onların içindən də çıxır bir Yamal kimisi, nə bilim, digər daha gənc istedadlar çıxır ki, hə, oynayırlar da Barselona akademiyası olsun, digər akademiya olsun, fərqi yoxdur. Yəni necə olur? O proses ta əvvəldən gedib görmüsən yerində. Akademiya sistemi olsun, pullu sistem olsun və yaxud da ki, istedadlı uşaqları cəlb etmək. Onun bir zənciri necə qurulur? Akademiya sistemi söhbət əlbəttə ki, Real, Barcelona, Espanyol və yaxud da digər Premyer Liqa klublarının akademiya sisteminə, La Liga klublarının getmir. O sistemdən getmir. Söhbət məsələn Kataloniya ərazisində minlərlə akademiya var. Kataloniya ərazisində. Mən sırf Barcelona şəhəri haqqında danışacağam. Yəni minlərlə akademiya var. Orada sistem biraz başqa cürdür. Akademiya və klub amili var. Akademiya amilində valideyn gəlir, pulunu verir, uşaq oynayır və orada elə bir ki, məktəb kimi. Məktəbdə 5 alan da var, 2 alan da var, 3 alan da var. Yatılı okul kimi. Bəli, 2 alan da var. Bunlar yəni pulunu verib uşaqlar orada qalırlar, məşq eləyirlər, akademiyalar arası. Yəni bu pullu akademiyalar arası çempionatlarda hardasa oynaya bilirlər. Bu sırf futbol məktəbi kimi baxmayaq biz buna. Yəni sırf qoydum uşağı İspaniyada akademiya, bu akademiyada inkişaf edəcək və yəni mənim uşağım İspaniyada akademiyada deyil, o tipdə deyil. O tipdə deyil. O məsələ orada nədir? Bəli, birinci il akademiya, 6 ay, 1 il akademiya keçməyə əladır. Adaptasiya baxımından əladır, dil öyrənmək baxımından əladır. Çünki dil öyrənmək kluba keçəndə çox vacib amildir. Yəni məşqçilər qəbul eləmir dili bilməyən uşağı. İspan dili bilməyən? İspan dili bilməyən uşaqları qəbul eləmir. Çünki heç bir məşqçi yanında tərcüməçi ilə gəzmir orada. Uşaq futbolunda belə deyək. Klub amilində isə belədir. Klubda sadədir, necə sadə. Oyunçu, ya futbolçu, uşaq oynaya bilirsə, yaxşıdırsa, mövqeyinin yaxşısıdırsa, ya aparırsan sadə baxışlara, yəni ora bəzi valideynlər qorxur bundan, pul verməliyəm, belə. Xeyr, orada pul verməli deyilsən. Gedirsən, qapı açıqdır. Yəni may ayından iyun-iyul ayına qədər onlar da may ayının sonundan çempionatlar qutarır. Orada qapılar açılır, hamı gəlib özünü sınaya bilər. Bu sən dediyin əsas komandaların altyapılarına yoxsa xeyr, yox, əsas komandaların altyapı yox. Bu məsələn ilk 10-luqda, 15-likdə, 20-likdə olan klublar var ki, onlar bəlkə də son dəfə La Ligada 20 il bundan qabaq oynayırlar. Amma uşaq futboluna baxanda heç də məsələn Girona'dan, İspanyoldan geri qalmır. Hə, başa düşdüm. Yəni geri qalmırlar. Reytingdə də onlardan üstündülər. Uşaq futbolunda. Sadəcə yüksəlməyə çox hədəf qoymurlar. Əsas odur fabrikə onu. Bəli, məsələn Hospitalet klubu, bu gün Hospitalet klub kimi formalaşıb indi. 2010-cu illərdə 9 komandası var. 2010-cu ildə 15-16 yaşlarda 9 komandası var. Məsələn, və hər bir komandası da İspaniya çempionatında oynayır. Kataloniya çempionatı. Bu neçə liqa eləyir ki, bir yaş qrupu üzrə onda? Bir yaş qrupunda deyim də 12-13 liqa var. Bir yaş qrupunda. Bir yaş qrupu. Bizdə bir yaş qrupu bir liqa var da. Düzdür? Sabah 12 tam çempion olubsa, İsa olubsa, vəssalam. Bəli, adi bir şey deyim də. Orada siz dediniz ki, niyə İspan uşağı inkişaf edir, bizim uşaq inkişaf eləmir? Yəni məsələ sual bu idi də. Belə deyək. Gəlin müqayisə eləyək. Deyək ki, bizim uşaqlar zəifdir, xeyr. 13, 14, 15 yaşa kimi bizim uşaqlar heç də geri qalmır. Əsas bax budur. Hamı deyir ki, yoxdur uşaq. Heç də geri qalmır. Yəni mən bu günləri bizim ölkədə aparıcı oyunçuları götürüb orada gedib yüksək liqalarda oynaya bilər. Sadəcə sistem baxımından ola bilər. Axsasınlar. O da 5 ay, 6 ay müddətdə sistemə oynayan uşaq o sistemə oturur. Sadəcə bunlardan necə liqalar var məsələn. 9 yaşında uşaqdır. Oynayır məsələn deyək 3-cü liqada Segundada. A və yaxud da B komandasına qarşı oynayır. Məşqçilər ona, valideyn ona hədəf qoyur ki, çıx 10 yaşında çıx, məsələn, preferent liqdə oyna və yaxud da Premier liqdə oyna. Oynayacaqsan məsələn Girona ilə Espanyola qarşı. 10 yaşında uşaq çıxır orada oynayır. 11 yaşında deyirlər ki, çıx preferent liqində oyna. Oynayacaqsan Real Madridə qarşı, Barcelona qarşı oynayacaqsan. Uşaq hər il hədəfini artırır.
Oynayır çıxır orada uğur qazanır və deyirlər çıx Honor liqində oyna. Honor ligi hər bir Honor liginə düşən klubların ən yaxşı, o bayaq dediyim kimi 9 klubu varsa, Ondan yaxşı ən olur. yaxşı 16 oyunçusu Honor ligində oynayır. Və İngiltərədən və yaxud da İtaliyadan belə deyək, Fransadan gələn skautlar birbaşa gedirlər Honor liqa. Honor liginə. Yəni hədəf qoyulur uşaqlar. Bizdə necədir? Məsələn, tutaq ki, komanda adını çəkməyəcəm, necə çəkməyəcəm. Üzrsən belə oturub tamaşaçı axtarır, elə bir söz rahat görsün. Necə çəkməyəcəm? Məsələn, bizdə uşaq futbolunda hamı bilir ki, Sabah Qarabağ Neftçi aparıcı komandalar. Yəni ən güclü komandalar bunlar. Tutaq ki, uşaq hər hansısa bir klubda oynayır. Bu Sabah Qarabağ Neftçidə yox. Hər hansısa bir klubda oynayır. Sabaha qarşı oynayır 70 dəqiqə, indi 35-35 oynayır da məsələn. 70 dəqiqə futbol oynayır Sabaha qarşı. Sabah bunu götürdü və yaxud da Qarabağ bunu götürdü və yaxud da Neftçi bunu götürdü. Apardı, oynatdı, onu 9-9-a oynayırlar, 10-10 oynayırlar. Məsələn, apardı bunu həmin o doğma komandasına qarşı 10 dəqiqə futbol oynayır. 15 dəqiqə futbol oynayır. Oradakı çünki həmin komandadakı hamı güclüdür. Bu gün bu 10 yaşında uşağa əsas olan sabahda oynamaqdır, yoxsa oynamaqdır. Biz bunu əldə eləməliyik. İkinci bir məsələ maddiyyatdır. Maddiyyat məsələsi necədir? Bu bəzən bu həm televiziyada, həm belə YouTube-dan verilişlərdə baxıram. Çox vaxt Gürcüstanla bizi müqayisə edirlər. Deyirlər bax Gürcüstanda Gürcüstan belə. Gürcüstan uşaq futbol komandaları il ərzində 8 dənə beynəlxalq turnir oynayırlar. Özdə elə beynəlxalq turnirlər ki, həmin turnirlərdə Bavariya, PSG, Juventus kimi klublar oynayır. 8 dənə. Çünki nəyə görə? Bu Gürcüstandan Avropaya getmək 30 evrodur. 30 evrodur. Bir uşağın məsələsi orada gəlir 100 evroya çıxır. O çempionatda oynamaq. Bu başqa kənar faktor olsa da çox vacib faktor. Bəli, 100 evroya bu adam oynayır. 13 yaşından düz 19 yaşına kimi adam məsələn Bavariyaya qarşı hər turnirdə oynayır. Aydın məsələdə 19-20 yaşında bunun millisi Almaniya millisinə qarşı oynayanda həmin uşaq rahat futbol oynayacaq. Çünki illərdir bu komandaya qarşı oynayır. Bizim deyə bilərsiniz mənə hansı bizim 90% oyunçularımız heç Bavariyaya qarşı meydana çıxmayıblar. Yo, indi ancaq Qarabağ çempionatında oynayır deyə 19-lar oynayır. Yəni böyük bir klublardır, uşaq akademiyalarından məsələn. Maksimum ildə bir dəfə gedərlər Avropaya. Maksimum ondan başqa da getdikləri yer Gürcüstan, Türkiyə. Getsələr. Getsələr. Gürcüstan, Türkiyədə o da Ərəb Əmirliyindən gələn komandalarla bəs belə gedirlər, məsələn, gedib orada çempion da olurlar, bəs belə 16 yaşında deyirlər ki, niyə yoxdur? Stadionların olmamağı böyük şərt. Stadionlarımız yoxdur. Olanlar da yaxşı keyfiyyətdə deyil. Hətta 12-13 yaşında bu stadionlarda oynayan uşaq 15-16 yaşında diz zədəsi, topuq zədəsi, qalinastop deyirik. Bütün zədələri alır. Məsələn, 17-15 yaşında ən böyük problemimiz nədir? Məsələn, tutaq ki, bir komandamızın oyuncusu 14-15 yaşına çatdı. Hər hansısa bir klubda. Bu Sabah Qarabağ Neftçi deyil. Gəldi 15 yaşına çatdı. 15 yaşında bu klubun maddiyyatı çatmır. Getsin Tovuzda oynasın. 15 yaşından artıq başlayırlar bunlar. Tovuza, Qəbəliyə, başqa şəhərlərimizə, rayonlarımıza səfərlər ilə oynamaq üçün. Yəni hamıya bəllidir ki, bir komandanı həmin çempionatda saxlamaq üçün nə qədər maddiyyat lazımdır və komandanı buraxır o klub. Uşaqlara da deyir ki, gedin özünüzə komanda. Bunlar gedirlər məsələn, ümidləri Sabah Qarabağ Neftçiyə düşməkdir. Gedir, məsələn, tutaq ki, biz uşağıq, sən və mən. Getdik, sən Sabaha seçildin, mən səndən bir balaca zəifəm. Qalırsan qıraqda. Mən qalıram qıraqda. Bu kim deyə bilər ki, 19 yaşında sən güclü olacaqsan yoxsa? Və o İspaniya kimi 6-7 liqa yoxdur da bir yaş qrupunda. Bəli, aparırlar hər yerdə zəif oyunçuya da istedadlı olan uşaqlarımızı göndərmək lazımdır. Baxışlara, ən birinci bu turnirlərə, güclü turnirlərə, yəni həmin o dediyim klubların A komandaları olan turnirlərə maksimum dərəcədə getməlidir. İnkişaf orada olmalıdır. Çünki uşaqlar az yaşından rəqabətə uyğunlaşmalıdırlar. Məsələn, orada qarşılaşırdıq. Siz deyirsiniz ki, İspaniya futbolu niyə inkişaf edir? Məsələn, inkişaf edir uşaqlar. Yəni niyə oradan uşaqlar çıxır da, yəni belə ən güclü turnirlər ordadır. Medcup'dır, Dynasty Cup'dır, Madrid Cup'dır, Dynasty Cup'dır. Bunlar
dünyanın ən güclü turnirləri sayılır. Bir turnirdə 800 komanda çıxış edir. Medcupda məsələn. Rəqəmlərə bax. 800 komanda. Məsələn biz deyirik ki, Real Barcelona məktəbində və Medcupun son ilin 7 yaş qrupunun 4-ünü 5-ini Atletico Madrid qazandı. Məsələn, həmin uşaqlar yetişir də çıxacaq. Həmin uşaqlar yetişir. Yəni orada heç bir istedadlı uşaq itmir. Hamısı liqalarda baxırlar və bəzən elə olur deyirlər ki, məsələn mənim uşağımı Barcelona istəyir. Belə bir deyirlər ki, Barcelona birinci mərhələdən keçdi, ikinci mərhələdən keçdi. Adam baxır belə deyir, hardan keçdi? Hardan keçdi bu? Yəni bu Barcelona hara dəvət elədi bunu? Bu keçdi. Barcelona preferent və Premier liqlərdə oyunculara baxır, istedadlı oyunculara. Liqadan oyuncu seçir. Oyuncu dəvət eləmir. Liqadan oyuncusu artıq görür ki, bu oynayır və onun disiplinasına baxır, məşqlərinə baxır, yatmağına baxır, yeməyinə, qidalanmasına baxır, hər şeyə baxır, elə seçir. Yoxsa ki, məsələn, Azərbaycandan bir uşağın Barcelonaya düşməyi çox çətin məsələ. Evet. Bir ara xəbər çıxmışdı. Ya o bilirik o xəbərlərin arxasında nə deyir, amma çox çətin məsələ. Yəni çətin yoldur, amma gedilməyəcək yol deyil. Yəni bu yolu getmək olar. Yenə deyirəm, klublarımız maksimum dərəcədə çox turnir oynamalıdır. Bu gün turnirə maksimum məşqçilərlə söhbət edirik. Deyir ki, getmişdim turnirə. Dedim, neçə gün qaldı? 2 gecə, 3 gün. 2 gecə, 3 gün 6 dənə oyun oynadıq deyir. 2 gecə, 2-3 gün də. Bu 3 gündən sonra gəlib Azərbaycan çempionatına gələcək. Bu 15 gündən sonra o çempionatın yəni heç bir təsiri olmayacaq buna. Bu daimi gedilməlidir. Təbii ki. 2 gecə 3 gün Atel kampaniya götürülür. Gürcüstan məsələn biz Tarragona'da İspanya Tarragona Barcelona əyalətidir. Tarragona'da akademiyada olanda Gürcüstan Futsal Federasiyasının prezidenti yığılmışdı. Dedi ki, bəs burada Tarragona'dasan elə Tarragona Gimnastik Tarragona ilə danışır, turnir bir şey varsa mən uşaqları götürüm gəlin. 50-60 evro, 100 evro uşaqları gətirdi. Heç nə. Müəyyən bir üzədə. Bu gün sən vizanı neçəyə ala bilərsən İspaniyaya? Yox, hep viza, gediş gəliş Bakıda, ümumiyyətlə Azərbaycan üçün. Yəni o buradan başlayır, maddiyyat böyük rol oynayır bu günləri. Biz elə deyirik ki, o düzəlməlidir, bu düzəlməlidir, o olmalıdır, bu olmalıdır. Hər şeydə məsələn AFFA boynuna düşəni eləyir, eləmir, bilmirəm. Yəni bu barədə danışmayacağıq. Bu barədə hamı bilir. Amma bu uşaqlar, yəni bizdəki istedadlı uşaqlar, yəni mən sizə deyim ki, 13-14 yaşında İspaniyadakı uşaqlardan heç də geri qalmır. Bu sözü deyən olmayıb zaten. Futbol adamları içərisində də olur, söhbət eləmişik də. Yəni belə səlis, ona görə mən bu söhbəti açdım ki, niyə? Bilirsən, getmisən, gəlmisən, hamısını bax detallarca bilirsən. Öz övladının üzərində bilirsən də bunu. Həm də orada məşqçilərlə danışa. Bunu heç bir mütəxəssislə çağıranda niyə yoxdur? Hə, bizdə stadion yoxdur, bizdə falan problem var, infrastruktur problemi var, onu düzəldək sonra olacaq. Yox, görürsüz, onunla deyil. Aşağı yaş qrupuna dedi, bir komandada bir liqada neçə komanda oynayır, hər komanda neçə oyuncusu var. Orada biri bu liqaya düşməyəndə o liqaya gedir, orada düşməyəndə oynayır da uşaq 14-də bir dənə 12 yaşda bir çempionat yoxdur da, yəni oynayır. Bəlkə də orada olacaq, tezdən qalxacaq. Bəlkə 13-ə keçəndə 12-də oynadığından daha yaxşı olacaq. Əlbəttə ki, məsələn, orada tutaq ki 5 dənə komanda var. 5 dənə istedadlı uşaq gəldi. Hərəsi bir A, B, C, D, E komandalarına yerləşdirilir. A komandasına baxarsan ki, elə bizdəki kimi. Bir 2010-cu uşaqdır, 1.70 boyunda, 1.70. Boy-buxun hamısında boy-buxun var. Deyirsən ki, bəs siz İspaniya futbolunda deyirsiniz axı, boy bu önəmli deyil. Məsələn, deyirik axı bu boy önəmli deyil. Deyir ki, razıyam, bizdə boy önəmli deyil. Deyirsən, bəs necə bu A komanda var, bax 1.70, 1.75. Deyir, mən A komandanı bu 1.70, 1.75 ona görə seçmişəm ki, mən nəticə veririm. Çünki bu uşaq futbolunda fizika çox böyük önəmlidir. Amma mənim təcrübələrim o göstərir ki, buradan bir futbolçu çıxsa böyükdür, amma oradan daha çox futbolçu. Nəticə verəndən yox. Yəni 19 yaşında, 20 yaşında üzbəüz qoyanda artıq fizika düzələndən sonra hər bir onun da üzərində işləyirlər. Yəni buna neçə dəqiqə verirlərsə meydan, ona da o dəqiqə verirlər. Görün yanaşmalar çox fərqli. Yəni 19 yaşında qarşı-qarşıya qoyurlar. Kimin beyin sürəti daha tez düşünə bilir, tez oynaya bilir, kim daha yaxşıdır, ona görə oynayır. Yəni bu günləri biz deyirik ki, İspaniyada boy önəmli deyil. İspaniyada Xavi Iniesta'ya baxıb deyirik. Amma İspaniyada boy önəmlidir. Amma bu o demək deyil ki, fizikası zəif,
istedadlı uşaq qıraqda qalır. Orada qalmır. Amma burada qalır. Burada qalır. Burada 100% qalır. Burada qalır. Çünki nəyə görə qalır? Çünki o şans bu günləri klublardan tələb olunur ki, çempion ol. Yanaşma budur, çempion ol. Bu da çempionu, yəni o xırda boyu ilə o 3 addım atdığını bu fizikası güclü olan uşaq bir addım atır. Bir addım atır. Yəni o yanaşma buna görə. Böyük. Onda bir yəni mən belə görürəm ki, bu sənin qeyd etdiyin bu faktları, yəni tətbiq eləmək üçün zor. Bura bir 10 il, 12 il lazımdır ki, aşağı yaş qrupunda o sistemi oturturasan. Əvvəl o cəlb eləyəsən o qədər uşağı və o uşaqlardan bir 3 liqa yaradasan, heç olmasa hər yaş qrupunda birinci olaraq o 12-də 1 liqa yox, 3 liqa yaradasan. Ki, məsəl üçün bu heyətə düşməyən burada oynasın, amma oynasın. Amma oynasın da, yəni zamində oturmasın. Əli sən belə tanıyırsan, hardasa İsanı da bilirsən, görmürsən. İsa keçən 3-cü liqada oynadı. Segunda liqası. Hə, öz yaşlarında. Segunda liqası oynadı. 64 qrup var idi, hər qrupda 16 komanda. 64 qrup hər qrupda. Hə, saymıram da. Bəli, yəni saymıram, hə. Yəni bunun kalkulyator lazımdır. Minə yaxındır. Bəli, yəni o hər qrupda 16 komanda arasında da ən azı 16-20 uşaq. Hər komandada. Hər komandada 16-20 uşaq. Yəni bu 3-cü liqadan söhbət gedir. Yəni hələ 15 yaşın 3-cü liqasından söhbət gedir. Yəqin ki, bu sözdən sonra 10-12 ili biraz uzadarsan. Hə, elə, olmadı. Mən dedim yarısı nə deyəcəksən. Bir yaxşı bir 5 ildə üstə, bir 17 il, 16 il, yəni indidən başlayıb bu sistemi yavaş-yavaş. Bəzən deyirlər ki, yox, siz niyə İspaniya ilə müqayisə aparırsınız? Onlar əzəldən futbol ölkəsidir. O fikir də ola bilər ha. Amma İspaniya ilə müqayisə aparmır. Gürcüstanla müqayisə. Hədəm Gürcüstanla model oldu. Gürcüstanla müqayisə aparır. Yəni Gürcüstanla sırf bizim müqayisəmiz maddiyyat baxımındadır. Hə. Çünki Gürcüstanın böyük klubları, uşaq futbol klublarından söhbət gedir. Onlar ən azı il ərzində 7, 8, 6 böyük turnirlərdə iştirak edir. Yəni o bayaq dediyimiz təzyiqi o 13-14 yaşından görürlər. Yəni Kvaratskhelia ilə sizin fikrinizdə, yəni 2 ildir başlayıb böyük klublarla oynamağa. Xeyr. Kvaratskhelia 13, 14, 15 yaşından artıq böyük klublarla oynayır. Yəni həmin uşaqlar böyüyüblər də. Maraqlı yanaşmadır. Yəni bu nə dərəcədə tətbiq eləyə bilərik yoxsa yox, bu başqa sualdır. Amma Zarun dediyi Gürcüstan versiyasında, Gürcüstan ən sadədə, ən bəsit versiyasında. Hə, indi orada da bizdə başqa əngəllər çıxır da. Bizdə azalda biletlər gör necə kəlləçaqdadır. Əlbəttə. Korporativ bəlkə müqavilələr ola bilər ki, imzalasınlar ki, bizim uşaqlar uz tutsun, gəlsin. Yəni AFFA ilə şirkət belə deyək, azalda AFFA dövlət əl qoymalıdır bu məsələyə. 100% əl yəni belə əl qoymalıdır, çünki belə biz deyirik bu yenə deyirəm, rəqabət olmayan yerdə inkişaf ola bilməz. Rəqabət olan yerdə, yəni nə qədər olacaq? Yəni bu istedadlı uşaqlar, məsələn, adi bir klubda oynayan istedadlı uşaqlar ildə 2 dəfə Sabah Qarabağ Neftçi oyununu gözləyəcək. Belə, yəni çox böyük miqyasda falandır. Mən optimist yanaşırdım. Sən hətta bir qədər dedin ki, 5-10 ildə uzad o müddəti. Amma tapmaq lazımdır. Yəni əslində müxtəlif yollar var. Məsələn, İspaniya uşaqlar gedir. Xeyli uşağımız var orada. Belə realist yanaşsaq xeyli uşağımız var orada. Az uşaq deyil, var. Sadəcə yox, bəziləri yox. Bir çoxu gedirlər, sənədləşmə problemi yaşayırlar və liqalarda oynaya bilmirlər. Hə, orada fiça məsələsi. Və lisenziya ala bilmirlər, oyunçu lisenziyası ala bilmirlər və yaxud da İspaniyada hamısı futbol deyə bir şey deyil, biznesə xatir də orada işləyənlər dəhşət çoxdur. Yəni biznes kimi götürürlər uşaqları, oynadacam, aparırlar bir akademiya yerləşdirirlər, oynamır uşaq, oturum ala bilmir. Yəni çətinliklər çəkir və sonuçta da yenə öz ölkəmizə qayıdır və yaxud da öz ölkəmizə qayıtmır. İspaniya hansısa əyalətində gedir bir oynayır. Orada əyalətlərdə vəziyyət də yəni eyni sistemdir. Yəni əyalətdə, yəni bu günləri kənd komandasında, orada kənd komandasından Barcelonada keçirilən məşqlər eyni məşqlər. Yox, elə təkcə Qarabağla oynadığı Bilbao oyunu desək, yəni uzun illər sadiq qaldılar, ancaq baskılar idi. Sonradan sonraya bir qədər nəsə kök dəyişdi orada. 1-2 oyunçu ilə, amma qalan digər uzun illər çıxarda bilirsə bu adam baskıdan futbol, yəni demək ki, sistem eynidir də, yəni. Əlbəttə. Belə Zaur, çox sağ ol. Gəldiyin dəvəti qəbul etdin və maraqlı idi səndən söhbət ki, həm bir futbolçu atası kimi, həm də İspaniya modelini bilən kimi, həm də orada ol təcrübəvi, həm də Qarabağ Atletik Bilbao maçında mənə gəlir ki, yaxşı müzakirə eləmiş olduq. Çox sağ ol. Elə fürsət olduqca dəvət eləyəcəm digər. Dəvət edən minnətdaram. Digər oyunlarda müqayisə eləyərik. Sağ olun. Sağ olun. Növbəti efirlərdə görüşəcəyik həmkarlarımla bir yerdə.